Bu dəfə səfərə Şağan qalası ilə başladıq. Şağan qalasına baxanda başa düşdük ki, biraz gecikmişik. Təxminən 800 il. Çünki qala bugün artıq yarı dağılmış vəziyyətdədir. Amma buna baxmayaraq hələ də maraqlı hekayələr gizlədir. Deyilənə görə Şağan qalası, Böyük Mərdəkan, Kiçik Mərdəkan və Romani qalası yeraltı tunellərlə bir-birinə bağlı olub. Yəni adamlar əsrlər əvvəl yerin altından bir qaladan digərinə gedib gəlirlərmiş. Yeraltı VIP keçidindən istifadə edə bilməsək də yerüstü marşrutla Mərdəkan qalasına gəlib çatdıq. Qala 12-ci əsrdə 22 metr hündürlüyündə inşa olunmuşdur. Burada qədim qəbir daşları, üzərində yazılar və müxtəlif naxışlar olan daş nümunələri var idi. Ən xoşuma gələn bunlar oldu. Bir-birinə toqquşduranda musiqili səslər eşidilirdi. Bu da həmin 4 qala arasında gediş-gəlişi təmin edən tunellərdən biri idi. Bütün daşları, tunelləri incələdikdən sonra nəhayət ki qalaya keçid etməyə qərar verdik. Əlbəttə ki, böyüyə hörmət edib birinci yoldaşımı buraxdım. Ardınca da əlini mənə uzadır. Hələ də qərar verə bilməmişəm ki, bu romantik jest idi, yoxsa riskləri tək yaşamaq istəmirdi deyə idi. Nəysə, artıq geri dönüş yox idi deyə qalaya qalxmağa başladıq. İlk pilləkənlərdə özümüzə çox arxayınydıq. Təxminən bir neçə dəqiqə sonra əslində vəziyyət tam əksini göstərdi. Qalaya bərpa həqiqətən lazımdır. Çünki bəzi pilləkənlərdə ayağımızı qoymağa yer axtarırdıq və bu bizim sonuncu qərarımız olmasın deyə bu qərarı diqqətlə verməyə çalışırdıq. Biraz qalxandan sonra mənzərə açılır. Daha sonra yenidən qalxmağa davam edirik. Açığı nəyə alandayım? Mənim üçün artıq qalxmaq anlayışı bir qədər dəyişmişdi. Çünki mən normal insan kimi 2 ayaqda pilləkən çıxmırdım. Bildiyiniz iməkləyirdim. O an başa düşdüm ki, insanın yaşamaq instinkti həqiqətən də çox güclü bir şeydir. Həqiqətən ola bilər videodan çox sadə görünür, amma vəziyyət heç o qədər də rahat değildi. Bir səhv addım yetərli idi ki, mənzərəni yuxarıdan izlənmə yerinə özümüz də mənzərənin bir hissəsinə çevriləyik. Bütün yolu deyindikdən sonra mənzərəni görüb susmağa qərar vermişdi. Çünki həqiqətən də mənzərə bütün bu əziyyətə, stressə, həyəcana dəyərdi. Əlbəttə ki, buradan da sağ-salamat çıxa bildiyimiz üçün artıq növbəti səfərlər üçün planlarımıza başladıq.